hədəflərimizə addım-addım yaxınlaşar. Qaçaraq yox. Öncəliyimiz Turan Futbol Klubudur. Bizlə eyni düşüncədə olmayan azarkeşləri də qucaqlaya bilmək. Biznesdə, həyatda, şəxsi həyatda necə davranırdıqsa, eyni prinsipləri klubun idarə etməsində də eyni yanaşmaları həyata sürdürürük. Bölgə insanının futbola sevgisi bizə sirayət edir. Fərqli fikirlər olacaq, fərqli düşüncələr olacaq. Bunlar qədər təbii və gözəl heç nə yoxdur. Azarkeşlərin çox olması əksinə bizi çəkindirmir. Azarkeş mənim hər bir sözüm var. Azarkeş hər bir zaman haqlı. Asla yox, bizi tərifləsinlər, bizim hər bir işimizi doğru saysınlar, ancaq onlara diqqət verək. Bu yanlış bir strategiya olardı və nəticədə bizi uçuruma aparardı, klub rəhbərliyi olaraq. Hansısa bir dövlət qurumu, hansısa bir kimsə bizi dəvət eləyib, belə bir öhdəlik qoymayıb. Özümüz gəlmişik futbol. Vədlərimizə, inşallah hədəflərimizə addım-addım yaxınlaşarıq. Amma qaçaraq yox, qaçaraq bir yerə çatmaq olmaz. Bütün enerjimizi orada qutaracağıq. Bizdən sonra gələcək idarəçilər üçün də işlərini asanlaşdırırıq. Əsas məsələ bizlər gəldi gedərik. Əsas Turandır. Turan davamlı olsun.